Salam hörmətli izləyicilərimiz, Universal Anlaş Agentliyindən hər kəsə salamlayıram. Bir dənə tərcili, düşərli, əlim yandı variant düşüb. Elə bir variant ki, düşmə bu qiymətə ev yoxdur. Bax, küçəsini görürsünüz hörmətli izləyicilərimiz. Şüşə kimi asfaltdır. Şəhid Rauf İbadov küçəsi gedir, Sarayın mərkəzi küçəsidir. Bu küçə gedir 2 nömrəli məktəbin yanına çıxır. Hörmətli izləyicilərimiz, bax tam mərkəz, bax asfaltı çək, hər tərəfi mərkəzdir hörmətli izləyicilərimiz. Sarayın tam mərkəzində, yəni asfaltı göstərirəm sizə. Bax asfaltı var. Burada düzələcək, qardaş düzələcək. Sarayın tam mərkəzində Kupcalı, mərkəzi kanalizasiya sistemində kimi hər bir şey var. Kupcalıdır, 4 otaqlı evdir. Əlim yandı da bu qiymətə qoyub. Qardaş iş adamıdır. Evləri qalıb yarımçıq. Dedi təcili pula ehtiyacım var, verirəm. Kim alırsa halallığını da verirəm. Dedim qardaş sənə halal olsun. Allah sənin başından ruzu töksün. Çünki sən də əgər öz işimə görə biraz ucuz verirsənsə, 4 otaq bu qiymətə Saray qəsəbəsinin mərkəzi küçəsində, asfalta yaxın, ana yola yaxın belə bir ev yoxdur, hörmətli izləyicilərimiz. Bax, işıq sayğacı oradaydı, bir tində qoyulmuşdu. İşıq sayğacı tində qoyulmuşdu, onu da dedi gətirib qoymaq olar bura. Bax, qaz sayğacı, su sayğacı, hər bir şey qaydasında, sənədləri Kupca, tam qaydasında qeydiyyata düşə bilərsiniz, hörmətli izləyicilərimiz. İnşallah Allah Allah'ın da satana da xeyir versin. Həmişə deyirsiniz ki, küçəni göstər. Küçə asfalt küçədir. Bu qiymətə ev yoxdur. Da elə bir qiymətə qoymuşuq ki, da son bir qiymətdir də. Gəlib yəni aşağı, yuxarı elətdirməyin, hörmətli izləyicilərimiz. Vav, hörmətli izləyicilərimiz, gözəl. Babam bura şeydə elətdirib ki, həyətə baxmasınlar. Bax, burada əkin sahəsi, ağaclarımızı, güllərimizi əkə bilərsiniz. Tam 2 sotdan çoxdur, hörmətli izləyicilərimiz. Burada trapına qədər mərkəzi kanalizasiya sistemidir. Aşağıları da hörmətli izləyicilərimiz. Bir də mənim nə çox xoşuma gəldi. Aşağıları da opal eləmək olar. Çünki burada qapı qoyub. Bax, buradan işıq şitləri yıldırıb. Gəlin, baxaq hörmətli izləyicilər. Bax, buranı da otaqlar eləmək olar. Eləmək olar, qardaş, maşallah, atmaların, o ataların bir sözü var, İcidi öldür, haqqını yemə. Atmaları bir daşdan bir atıb, 5-20 atmalardır. Bax, buranı da kuxuna kimi nəzərdə tutulub. Qazın xəttini çəkib, suyun xəttini çəkib. Bu birinci mərtəbədəki kuxuna. Bura təmizsiz vəziyyətdədir. Yəni, bu vəziyyətdə qalacaq. Kim istəsə, müəyyən işlər görə bilər. Baş tərəfdə kombin yeridir. Bax, burada da hörmətli izləyicilərimiz. Bax, bu atmaların dəncəsi, hörmətli izləyicilərimiz baxsın. Gör, nə gözəl iş görür. Bax, bir daşdan bir atmalar atılıb, tam keyfiyyətlə işlənir, hörmətli izləyicilərimiz. Yəni, mən deyərdim ki, bu evi rahatlıqla bu qiymətə almaq olar. Ucuzdur, ucuz. Yəni, bu qiymətə ev yoxdur, hörmətli izləyicilərim. Bax, içərilərdə də otaq. Bir otaq burada var. Pəncərəsi də var, ara məsafəsi saxlanılır. Görürsünüz. Evin də təmirinə söz ola bilməz. 4 otaq sarayın mərkəzində, mərkəzi küçəsində bu qiymətə ev yoxdur. Bax, bir dənə də otaq buradadır. Mən millərə baxaram. Mənim millər çox aşağıdır, hörmətli izləyicilərimiz. Milləri bir daşdan bir atıb, tam keyfiyyətlə iş görür. Ona görə deyir ki, mənə bax, bir dənə otaq buradadır. Bax, balıqların hamısının kursatırlarını çəkib, razitkalarını bağlatdırıb, bax. Bax, hamısının kursatırları. Buranı kim ağartacaq olur, kim mərtəbə evdir də. Bir ailə aşağıda yaşasın, bir ailə bir yuxarıda. Bunları saymıram. Bunlarsız deyirəm, 4 otaqdır. Bunları saysam, nəzərə alsam, sizə elə bir ki, əlavə bonus olacaq. Maşallah, hər yanda trapın qoyub. Hər yanda qoyub trapı. Gəlin ki, hörmətli izləyicilərimiz. Bax, məhəccər də qəşəng işləndir. Sarayın tam mərkəzində bilən bilir, bu qiymətə ev yoxdur. Hörmətli izləyicilərimiz. İnşallah Allah Allah'ın da satanlıq evini versin. Bu ev tez satılacaq. Mən sizə yəni əminliklə deyirəm, qiymət endirilib, qardaşın yanımçıq işləri var, müəyyən maliyyə vəsaiti lazımdır. Dedim, mən verirəm, kim gəlib alsa Allah xeyrini versin, halallığını da verirəm, dedim, sənə halal olsun, qardaş. Burada mətbəx menü, müavim menülər, kafeli vurulub, xişən belə, çay stəkanlarına belə
Qəşəng, zövqlü bir şeylər istədilir. Şəbəkədir. Özdə radiatorun xəttləri çəkilir. Gəl. İndi də zalın uzunluğunu görürəm, hörmətli izləyicilərimiz. Mən şoka düşdüm. Zalın uzunluğu, qapılar da ki, bahalı qapılardır. Vallahi, qardaş işçi, halal olsun bu qardaşa. Deməli, 6.50'nin 4.20'yə də məşə. 4.20'yə var. Bax, 4 metr götürəm. 24 kvadrata yaxın zalıdır, böyük bir zal var. Tavan hündürlüyü 3 metr, ledkalar, led işıqlar, işləmələr qaydasında şəbəkə pəncərələri, yenə qeyd edirəm, puf zalı, yaşayış təminatlıdır. Birbaşa qeydata düşürsünüz burada. Bütün sakarcıları qaydasında küçəsi asfalt. Bir şeyin ki, evi alırsınız, küçəsi asfalt. Çıxdınız bütün marşrutlar buradan keçir. Beşləbə yaxın, bağçaya yaxın, dövlət bağçasına yaxın, özəl bağçaya yaxın, nə istəyirsiniz, hörmətli izləyicilərimiz? Yanında dövlət, özəl, məktəbi də, bax, bir dənə sanuzeldə var burada. Çox səliqəli səhmanlı sanuzelli. Qırağı leklə işlənilir, mənim xoşuma gəldi, o belə bəzəyi vururlar. Maşallah yataq otağı çoxdur, hörmətli izləyicilərimiz. Bir yataq otağı buradadır. Buradan ara məsafəsi də var. Baxın, buradan ara məsafəsi də var. Yandan da məsafəsi var, buradan da var. Qəşəng. Özdə qonşunun hər bir arxa tərəfinə düşür, hava işləyir burada həmişə. Burada yataq otaqlarda televizyon yerinə nəzərlə doğrudan göstər. Su keçirmə dizildir, növbədə yataq otaqlara naşınlığa. 3 yataq otaqlı, bir zallı, bir də mətbəx. Bir yataq otaqlı, burada da bir eski yataq otaq şeydir. Gəlin ki, baxa bilərik, bənzətmə konsolda göstər. Laminat vurulub, aboyacaq hər bir şey qaydasında. Ton keyfiyyətli, küçəsi asfalt. Bu qiymətə ev yoxdur. Hörmətli izləyiciləri, bu qiymətə ev yoxdur. Bir dənə böyük yataq otağı buradadır. Bir dənə yataq otağı burada. Hörmətli izləyicilərimiz gəlir. Küçəsi asfalt. Hörmətli izləyicilərimiz, qurtsalı, bu qiymətə ev yoxdur. Xahiş edirəm, real alıcılarımız buyursunlar, rəsümlərini bir yerlərdən qaçırmasınlar.